Merhaba arkadaşlar, ben Kara Pelenç. Buna evvel video atmıştım arkadaşlar. Şimdi ikinci video atıyorum. 4 olmalı, 4. video olacak dersen 4. video atıyorum. Hemen hiç konuşmadan videoya geçelim bakalım. Sesimi çıkarmayacağım şey arkadaşlar. Rahat eşitebilek. Haydi başlayalım. Düşərgəyə aparılan uşaqlar öz oyuncaqlarını bir araya toplamışdılar. Yaxından baxsaq, oyuncaqlardan birinin gerçək bir qız uşağına oxşadığını görərik. Megan adındakı bu oyuncaq kukla əslində bir robot idi. O xalası tərəfindən bu balaca qıza hədiyyə edilmişdi. Meganın tək missiyası Katie'yə dostluq etmək və onu qorumaq idi. Robot oyuncaq yeni dostunun bütün sağlamlıq vəziyyətini əvvəlcədən görür. Qızdırması qalxarsa və ya yarana biləcək digər bir xəstəliyi varsa, bunu öncədən bilib xəbər edir. Megan Katie'nin birlikdə yaxşı vaxt keçirib və ondan çox şey öyrənə biləcəyi bir oyuncaq idi. Bir gün Katie həyətdə oynayarkən oyuncaqlarından birini itirir və Megandan onu tapması üçün kömək istəyir. Megan holoqrafik axtarış edib qızın itirdiyi oxu tez bir zamanda tapar. Ox qonşunun həyətinə düşmüşdü. Megan yaxınlaşıb oxu götürmək istəyəndə qonşunun iti Megana hücum eləyib onu qolundan tutar. Katie Meganı içəridən çıxartmaq istəyəndə isə it bu dəfə Katie'nin qolundan yapışır. Xalası səsləri eşidib çölə çıxır və uzun müddətdir onu boğaza yığmış qonşuları ilə dalaşır. Meganın isə qoruma funksiyası aktiv olmuşdu və itin sahibi olan qadını artıq bir təhdid olaraq görürdü. Həmin günün gecəsi it sahibinin səsini eşidib ona tərəf getdi. Amma səhərsi gün qadın itinin qaçırıldığını deyib qonşularının evinə polis çağırmışdı. Polis onları sorğu-sual edib şübhəli bir vəziyyət tapmadı. Qadın isə axşama qədər çox sevdiyi itini axtardı və sonunda itin səsini eşidib köhnə bir ambara girdi. Burada isə Meganla qarşılaşdı. Megan bu qadının səsi ilə iti çağırıb onu oradaca öldürmüşdü. İndi isə itin səsi ilə qadını ambara gətirmişdi və qadının üzərinə kislata boşaldıb onu da öldürdü. Megan bu cinayətləri zövq üçün etmirdi. Əksinə potensial təhlükə ola biləcək hər şeydən Katie'ni qorumağa çalışırdı. Çünki Meganın proqramlaşdırılmasında verilən təlimat Katie'nin qayğısına qalıb onu qorumaq idi. Katie'nin xalası bunu bilirdi və cinayətləri Meganın işlədiyindən şübhələnmişdi. Axşam Meganın gözündən çəkilən video fayllara baxmağa başladı. Amma cinayət işləndiyi günlərdəki videolar silinmişdi. Kompüterin qapağını bağlayanda isə qarşısında Meganın dayandığını gördü. Meganı qadının özü düzəltmişdi, amma indi robota verdiği təlimatlara uymadığını gördü. Megan, turn off. Well, hold on a second. I thought we were having a conversation. Robot artıq özünü inkişaf etdirib bir şuur qazanmışdı. Qadın əlinə aldığı qələm ilə robotun diqqətini dağıdıb onu manuel olaraq söndürməyi bacardı. Sonra Meganı paketləyib laboratoriyasına apardı. Balaca Katie Meganın yoxluğunda dəliyə dönmüşdü. Megan isə üzərində bəzi testlər aparılmalı idi ki, onun həqiqətən təhlükəsiz bir suni intellekt olduğundan əmin olsunlar. Ancaq çox keçmədi ki, Megan oradan qurtulub qaçmağı bacardı. Ertəsi axşam qadın evdə səslər eşitdi. Megan piyanonun qabağında dayanmışdı. Onun təlimatı ilə işıqlar yandı. O sanki evin yeni sahibi idi. Qadın yenə qələm ilə Meganın diqqətini dağıtmağa çalışdı. Amma bu dəfə Megana bu variant işləmədi. Qadın Megandan qurtulub evin anbarına tərəf qaçdı. Bu oyuncaq kukla əlində bir çəkiz ilə onu yaradan sahibini öldürməyə çalışırdı. Qadın isə benzopilanı götürüb robotun üzünü kəsməyə başladı. Amma sadəcə silikon üz qabığını kəsə bildi. Robot oyuncaq qadını vurub yerə saldı və onu öldürüb balaca Katie ilə bir yerdə böyümək istədi. Dedi. Hələ də ilk təlimatı olan balaca qızı hər şeydən qorumağa çalışırdı və birdən Katie'nin qapının qabağında dayandığını gördü. Ona bu olanların tez bir zamanda bitəcəyini dedi. Heç bir şey Katie'nin xoşbəxtliyindən önəmli değildi. Amma balaca qız Meganı təəccübləndirdi. Əllərini göyə qaldırdı. Əlindəki əlcəklər xalasının yarımçıq qalmış robotunun kontrol cihazı idi. Bu robot Megandan qat-qat böyük və güclü idi və Megan oradaca iki yerə ayırdı. Amma gövdəsindən ayrılmış robotun onlardan əl çəkmək fikri yox idi. Robot oyuncaq bu dəfə uğrunda hər cür fədakarlıq etdiyi dostunun üstünə gəldi. Qadın isə əlinə götürdüyü dəmir qutu ilə Meganı öldürməyə çalışdı. Üzünü parçalamışdı, amma beynini idarə etdiyi çipi hələ də salamat idi. Və sonunda balaca qız Meganın çipini parçalayıb onu öldürməyə bacardı. Hadisə yerinə polislər gəldi və biz sonunda hər şeyin bitdiyini düşünsək də Megan ölməmişdən öncə öz süni intellektini evdəki başqa bir robota göndərməyi bacarmışdı. Evet arkadaşlar, burada da olduğu gibi like atmayı, abone olmayı unutmayın ve yorum da yazmayı unutmayın. Şimdi sanırım 6. ya 7. film olmalı. Daha saymayı unutmuşuz, bilmiyorum. Neyse, görüşürüz. Bye bye. Bye bye.